Salam əziz şagirdlər, biz bugün Arximed qüvvəsi mövzusuna aid düsturları necə asanlıqla öyrənə bilərik, bunlar haqqında mən sizə məlumat verəcəm. Arximed qüvvəsi mövzusuna aid düsturları şagirdlər əzbərləyirlər, bir müddətdən sonra yadlarından çıxır. Bir neçə düsturu ancaq əzbərləyərək, digər düsturları, həmin düsturlara, əzbərlədiyiniz düsturlara əsasən çıxarsanız, düsturlar beyninizdə artıq həkk olunacaq, uzun müddətli yaddaşınızda qalacaq. Ümumiyyətlə, Arximed qüvvəsi nədir? Biz cismi mayenin içərisinə əlavə etmişik. Mayenin içərisinə daxil edəndə mayenin cismə göstərdiyi itələyici qüvvəyə Arximed qüvvəsi deyilir. Və Arximed qüvvəsi yadınızda saxlayın ki, cismin maye batan hissəsinin həcminin düz mərkəzindən şartlı istiqamətdə yuxarı yönəlir. Gəlin indi isə uşaqlar düsturlarımızı çıxardaq. Fikir verirsinizsə, cismin maye batan hissəsinin həcmini V batandan işarə etmişəm. Birinci düsturumuz F Arximed bərabərdir Rho maye J V batan. F Arximed qüvvəsi, Rho maye mayenin sıxlığı, J sərbəst düşmə təcili, V batan isə cismin maye batan hissəsinin həcmidir. Və buradan biz asıllıq çıxartsaq, Arximed qüvvəsi mayenin sıxlığından və cismin maye batan hissəsinin həcmindən necə asılıdır? Sonra ikinci düsturumuz. İndi təsəvvürünüzə canlandırın ki, cisim artıq tamamilə mayenin içərisində batıbdır. İndi artıq bütün həcmi batıbdır. Onda batan hissənin həcminin yerinə mən nə yazacağam? Batan hissənin həcminin yerinə, V batanın yerinə, V batan bərabərdir, V cisim yazacağım. Artıq bütün həcm batıbdır. Onda düsturumuz necə olacaq? Mən V batanı nədir? V cisimdən əvəzləyəcəm. F Arximed bərabərdir, Rho maye, J nədir? V cisim. Siz əvvəlki mövzularda öyrənmişsiniz. V cisim nəyə bərabərdir? Cismin həcmi bərabərdir, cismin kütləsi bölünsün cismin sıxlığı. Gətirib bu düsturda əvəzləyəcəm. Əvəzləyəndə olacaq Rho maye, J, V cismin yerinə yazacağım nə? M bölünsün, Rho cisim. Sonra düsturu gəlin düzəliş eləyək düsturda. Rho maye bölünsün, Rho cisim, bıraq MC. Yadınızda saxlayın ki, uşaqlar, Arximed qüvvəsi bölməsində bizim ən çox istifadə edəcəyimiz düstur bu düsturdur. Rho maye bölünsün, Rho cisim, bıraq MC. Yəni, bu düsturdan bütün düsturların deməklə ki, çoxsunun çıxarışında istifadə edəcəyik. Nə zaman istifadə edirik? Cismin bütün həcmi batdıqda. Gəlin uşaqlar, indi üçüncü düsturun çıxarılışına baxaq. Cismi təsəvvürünüzdə canlandırın, ağzı su ilə dolu olan bir qabın içərisinə əlavə etmişik. Bu cismi ağzı su ilə dolu olan qabın içərisinə əlavə etdikdə, cismin nə qədər həcmi batıbdırsa mayeyə, həmin həcmi qədər də mayeni sıxışdırıb çıxarır. Yəni, batan hissənin, bu cismin maye batan hissənin həcmi nəyə bərabərdir? Onun sıxışdırıb çıxardığı mayenin həcminə bərabərdir. Bu zaman onda F Arximedin düsturu F Arximed bərabərdir Rho maye, J, V batanın yerinə artıq mən nə yazacağım? V maye. Biz də bilirik ki, bax, mayenin sıxlığı vuraq. Mayenin həcmi bizə nəyi verir? Mayenin kütləsini. Yəni, sıxışdırılıb çıxarılan mayenin kütləsi M maye, vuraq J. Sıxışdırılıb çıxarılan mayenin kütləsi vuraq J də bizə sıxışdırılıb çıxarılan mayenin çəkisini verir. Və buradan belə bir nəticəyə gəlir ki, uşaqlar, Arximed qüvvəsi. Biz ağzı su ilə dolu olan bir qabın içərisinə əlavə etdikdə, ona təsir edən Arximed qüvvəsi bu cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabərdir. Yəni, F Arximed bərabərdir P maye. Məsələn, testlərdə belə tipli məsələlərlə rastlaşacaqsınız. Təsəvvürünüzdə canlandırın, deyir ki, cismin sıxışdırıb çıxardığı mayenin çəkisi, məsəl üçün, P maye bərabərdir 70 Newton. Ona təsir edən Arximed qüvvəsi nəyə bərabərdir? Elə F Arximed nəyə bərabərdir? Sıxışdırıb çıxarılan mayenin çəkisinə. Buradan da belə məlum oldu ki, cismi ağzı su ilə dolu olan bir qabın içərisinə əlavə etdikdə, ona təsir edən Arximed qüvvəsi sıxışdırılıb çıxarılan mayenin çəkisinə bərabərdir.